Salam aleykum dəyərli izləyicilər. Teymur Əliyevdə möhtəşəm bir villa satışa təqdim olunur. 4 mərtəbəli, ümumi sahəsi 900 kvadrat. Möhtəşəm bir tikilidir, yeni təmirdən çıxıb, təmirdən sonra da yaşayış olmayıb. Gəlin keçək, daxili ilə sizi tanış edeyim. Bu ərazidə villalar çoxdur. Deyərəm ki, bunun kimisi bəlkə də 3-4 dənədir. Yəni təmiz özü üçün tikilmiş bir villadır. Çox möhtəşəm bir tikilidir. Qarajı var, hovuzu var, parnoyu var, 4 mərtəbədən ibarətdir. Ümumi 12 otağa yaxın otaqları var. Tam əşyalıdır və əşyaları da hamısı qiymətə daxildir. Gəlin elə birinci mərtəbədə olan hovuzundan başlayaq. Halbuki burada isti hovuzdur. Həm jacuzzi, həm də hovuz kimi istilik 60 dərəcəyə qədər yüksəlir. Tavanlar hamısı dartma tavan. Burada yerləşir parnoyu. Parnoydan da heç demək olar bu hovuzdan da istifadə olunmuyor. Burada böyük parnoyu. Əlavə olaraq burada sanitar qovşağı. Arxa tərəfdə burada gördüyünüz kimi oturmağa yeri və bu hissədə də masaj otaqlarıdır. Və bu otaqların hamısı masaj otağıdır. Burada da əlavə tujlar var. 2 tuj burada. Burada sanitar qovşağı, yer istipol. Tam şəraitli bir villadır. Yüksək səviyyədə təmir olunub. Burada istifadə olunan bütün materiallar hamısı Avropadan, xarici ölkələrdən sifarişlə gəlib. Gəlin keçək sizə qaraj hissəsini göstərim. Həyətyanı sahəsində belə oturma yeri var. Qarajı 2 hissədən ibarətdir. Belə açıq qarajı var. Həmən küçəyə avtomatik açılan qapılarıdır. Hər iki qapı avtomatik açılır. Buradan daxil olursunuz. Bir də qapalı qarajı var. Qapalı qarajında sağ tərəfi böyük şkaflardır. Maşının yağlarıdır, təkərləridir. Nə istəsəz qoymağa böyük yeri var. Ambar kimi yeridir. Gəlin indi isə keçək sizə manqalnisini göstərim. Qazanxanasını göstərəcəm. Generator olan hissəsini göstərəcəm. Həyətdə də əlavə bir sanitar qovşağı var sol tərəfdə. Oranı göstərmirəm sizə. Və burada generatorudur. 24 saat sizi işıqla təmin edə bilər. Burada qazanxanasıdır. Həm su bakıdır, həm isti suyu daimi saxlamaq üçün yerdir. Burada çöldə həyətdə bir soyuducudur. Gəlin buradan keçək sizə manqalini göstərim. Burada həm manqal xanasıdır, burada təndiridir, qazıdır. Buradakı gördüyünüz motorlar da hamısı jacuzzinin motorlarıdır. Parnoyun, jacuzzinin motorları burada yerləşir. Gəlin indi isə keçək, daxili ilə sizi tanış edeyim. Dəyərli izləyicilər, birinci mərtəbə ilə gəlin sizi tanış edeyim. Əsas giriş hissəsidir. Girən kimi sol tərəfdə böyük qardırob hissəsidir. Bura liftin yeridir. Hal-hazırda lift quraşdırılmayıb. O danışıqdan asılı olacaq. 4 mərtəbəli liftin şəkli.